قُلْ هَٰذِهِ سَبِيلِي أَدْعُو إِلَى اللّٰهِ Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala men la nebiyye ba'dahu amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Deməli, Allah Azə və Cəllənin izi ilə keçən dərs olanları bir dənə soruşaq. Deməli, Dərd və Dəva kitabından keçdik. Kitabın ümumiyyətcə yazılma səbəbi hansı, nəyin üstündə qurulmuşdur? Nətər oldu ki, nətər oldu ki, İbn Qeym Rahiməhullah bu kitabı yazası oldu? Bir müsəlman qardaş məktub yazdı şeydə ki, günah işləyirəm, edirəm, yəni günah. Əhsən. Səbəb oldu ki, şeyxə sual verir və ki, yəni ey gözəl alimlər, elm əhli, yəni bir kəs haqqında nə deyirsin sözünüz ki, hansı ki o insan elə bir xəstəliyə mübtəla olubdur ki, əgər o bunun üzərində davam eləsə olsa, nə olur? Yəni onun dünyası və axirəti yəni məhv olur. Və şeyx ona başlayaraq nə dedi? Cavab verdi. Dedi ki, hər bir dərdin dəvası var. Yəni elə bir dərd yoxdur ki, onun dərmanı olmasın. Və hər dərdin deyəndə dərmanı var və ondan sonra şeyx bir-bir dərmanları zikr edir. Yəni kitabın məzmunu budur. Şeyx bir-bir hər bir dərdin dərmanı var. Dərmanın da birincidən nəyi gətirdi? Birinci dərman nə gətirdi? Quran. Quran. Dedi ki, Quran nədir? Quran özü şifadır. Lakin dedi ki, hər bir şeyin şifa olması, yəni o insan, yəni şəfa olması o şeydə, təsir edicinin olması o deməkdir ki, əsla o birbaşa özü təsir edəcək. İndi növbəti yəni mərhələdə İbn Qeym Rahiməhullah bir-bir insanın dərdlərinin dərmanları hardadır, hamısını izah edəcək. Yəni, baxın qardaşlar, ümumiyyətlə insan İbn Qeym Rahiməhullah elə bir alimlərdəndir ki, belə deyək ki, məsələləri insanlara elə gözəl şəkildə çatdırır ki, misallarla, ağlı misallarla, yəni insana adam başa düşür ki, qabaqdakı alim sanki bu şeyin yəni belə mütəxəssisidir. Yəni hər şeyin, yəni adam var məsələn ustadır, adam var sənətkardır. Yəni İbn Qeym Rahiməhullah həmən o sənətkarlardan idi. Hansı ki, elə bir alim idi ki, misallarla sənə məsələnin dərdini və dərmanını bildirən alimlərdən idi. Və ümumiyyətcə gətirir ki, İbn Qeym Rahiməhullah, bax, dünyavi məsələlərdə nətərdir? İnsanın bədəni ağrıyanda gedirsən həkimə. Deyirsən ki, dərdim var. Deyir, nədir? Aran ağrıyır. Dərdini deyirsən, sənə dərman yazır. Yaxşı, sənə yazdığı bu dərman birbaşa sənə atdıqca faydası olacaq. Əgər sən o dərdin səbəbi, hansı səbəblə o xəstəlik səndə əmələ gəlibdir, o səbəbləri tərk etməsən, o şeylər üzərində davamiyyətli etsən, zəhərli qidalar qəbul etsən, yəni sənin o dərmanı qəbul etməyin nə faydası olarsa? Bax, İbn Qeym Rahiməhullah bunu izah eləmək istəyir ki, hər bir dərdin dərmanı var. Dərmanın biri Qurandır. Lakin bu Quranın sənə təsir etməsi üçün mütləq olaraq onun qəbul edən yerin salamat olmasıdır. Quran özlüyündə şifadır. Lakin bu şifanın hasıl olması üçün o sağlam qəlbdən çıxmalıdır. Mənaların dərk edərək və həmçinin də insanın yəqinliyi olmalıdır. Çünki, baxın, qardaşlar, elə bir insanlar var ki, necə Şeyx Abdürazaq burada gətirir, ona deyirlər ki, Fatihə surəsində şəfa var, düzdürmü? Nə deyir? Dedim, bir təcrübədən keçirdim, görüm nətərdir bu. Həqiqətən var. Mümkün deyil o insan Fatihə surəsi ilə sağalsın. Niyə? Ona görə ki, o insanda nə qədər ki yəqinlik, o insanda şübhələr aradan qalxmayana qədər, yəqin şəkildə buna iman gətirməyənə qədər, o insanın bu şeyləri əldə etməsi nədir? Yəni yox səviyyəsindədir. Və baxın, həqiqətən də gətirir ki, burada İbn Qeym Rahiməhullah deyir ki,
Yəni həmən yerin, yəni qəlbin onu qəbul edən yerin sağlam olması mütləqdir. Bəzən görsən ki, insan baxın səhər axşam zikirləri olsun və başqa şeylər var ki, hansı ki Peyğəmbər sallallahu əleyhi və səlləmdən səhih hədislər varid olub. Deyir ki, bir yerə gedərsə, hansısa bir şəhərə girərsə, Əuzu bi kəlimatillahi təmmati min şərri mə xalaq zikrini edərsə, ona nə bir cinni, nə də bir ins, heç kəs ona zərər verə bilməz. Bu kimi vədlər Fatihə surəsi şifadır, Quran şifadır. Başqa nə qədər qətiyyətlə gələn ayə və hədislər var. Düzdürmü? Kim səhər axşam zikirlərini bunu etsə, ona şeytan toxunamaz. Kim evindən çıxsa bismillah təvəkkəltu alallah desə, heç ona nədir? Cin toxuna bilməz. Kim yeyəndə bismillahla başlayarsa, cinlər nə deyər? Bu gün bizim yeyəcəyimiz, içəcəyimiz yoxdur. Bunlar hamısı ki qorumalar var. Bunlar insanın yəni ağlının, yəni qəlbinin və dilinin bir yerdə uyğun olmasına miqdarına görə olur. Yəni bir insan səhər axşam zikirlərini əgər dağınıq qəlblə eləyirsə, işləyə eləyirsə və yaxud da həmən zikirləri edəndə mənalarına varmırsa, fərqində deyilsə, əgər bu insan yatana yaxın ayət-ül kürsunu oxuyursa ki, şeytan mənə toxunmayacaq, amma neynir? Yəni adam fikri başqa yerdə ayət-ül kürsüdə dediklərini neynəmir? İstərk eləmir. Yəni onun təsiri ona qəlbi oyaq insanın etdiyi kimi ola bilməz. Ona görə bu şeylərin yəni nisbəti nəyə görə olur? İnsanın nə qədər bir şeyi anlayırsa dediklərini, nə qədər sidq qəlblə, yəqinliklə eləyirsə, o qədər də təsir olur. Necə ki bu başqa məsələlərdə də belədir. İnsanın Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyib? Namazından qalan ona nə deyib? Yəni onun anladığı qədər namazından qalır. Birinə 10-da biri, birində 4-də biri, 3-də biri, birinə yarısı. Lakin insan səhər axşam zikrinə də belədir. Bəzən görsən insan var, mübtəla olubdur sehrə. Yenə də davamiyyətli olur. Məsəl üçün ona məsəl üçün sehir, cadu, bu kimi şeylər üz verir. İnsan neynir? Dərhal deyir ki, mənə ruqiyyəçi tap ki, gəlsin mənə ruqiyyə oxusun. Başa düşdük. Raqi gəldi, ruqiyyəçi oxudu. Allah Azza və Cəllə onun səmimiyyətinə görə bərəkət verdi, şifa hasil oldu. Lakin sən qapını bağlamamısan. Sənin haram qidaların var. Sənin sürdüyün həyat var. O, Allah Subhanahu qəzəbini yəni qazandıran bir həyatla yaşayırsan sən. Sənin bütün yaşayışın Rəbbini qəzəbləndirir. Yəni şifa Allahdandır. Ola bilsin ki, gələn raqinin, ruqiyyəçinin bərəkətinə görə Allah Subhanahu hansısa bir şəfanı eləsin, hasil eləsin. Lakin sənin bu şeylərin davamiyyətli üzərində yaşamağın nədir? Sənə müsibəti gərəkdirir. Və ona görə də baxın İbn Qeym rahimehullah nəyə sanki bədəni insanın xəstəlikləri izah edirdi ki, necə ki hissi xəstəliklər elədir, qəlbi xəstəliklər də eynəndir. Yəni hissi xəstəliklər nədir? Misal üçün bir insanın sağalması üçün bir xəstəlik düçar olmuşsan. İbn Qeym rahimehullah deyir ki, bu dünyəvi xəstəliklərdə bu cürdür. Burada da tibbi faydalar var. Deyir ki, sağalmaqdan ötəri xəstəlikdən mütləq olaraq nə lazımdır? Bir, bilməlisən ki, dərdinin dərmanı hardadır? Və bu dərdinin dərmanıdır. Düzdürmü? Sonra, bu bədən, buna gələn zərərli qidalar var. Nələrdən əmələ gəlib bu xəstəlik? Onun qabağını kəsməlisən. Bir, artıq bu qidaları qəbul eləməyəsən. İki, ondan da faydalı dərmanlarını da qəbul eləyəsən. Üç, indiyənə qədər üz verən xəstəlikdən, qidalardan üz verən xəstəlikləri də ortadan çıxartmalısan. Aydındır? Yəni bu bədən bununla sağalır. Misal üçün bir insanın, tromb var, damarlarında tıxanc var, qanı qatıdır. Həkimə gedir, deyir ki, filan şeyləri yeməyə, tərgit, yeməyə qoydun qırağa. Gündə 3 dəfə bu tabletkanı at. Bu sənin qanını duruldacaq. Sonra nə deyir? İndiyənə qədər ki, fəsad var idi orada. Gündə neçə kilometr piyada gəzginən ki, qan dövranın da artsın. Ki, o fəsadlar neynəsin, çıxsın aradan. Bu dünya məsələdən. İndi qalın cəriyyət məsələsində əgər insanın hər hansı bir xəstəliyi izhar olubdursa zahirində, deməli onun bu mənbəyi hardan gəlir? Qəlbdən gəlir. Ona görə İbn Qeym rahimehullah deyir ki, qəlbinə üz verən zərərli qidaların qabağını kəs.
Hardan gəlibdi bu sənə bu şeylər? Hardan gəlib qəlbinə düşüb? Gözdən mi eləmirsən? Qulağından mı eləyirsən? Dilindən mi eləyirsən? Hansı şeylərlə bu günahları qazanmısan ki, qəlbinə bu fəsadlar üz veribdir? Onların qarşısını kəs, sonra şifa olan, indi ki gəlir ha bir Quran, sonra indi gələcək dua. Bu şeylərdən şifa olaraq istifadə et və indiyənə qədər qəbul etdiyin o zərərli şeylər ki, qəlbinə fəsadlar törədib, onu da tövbə və istiğfarla neynə? Aradan qaldır. Aydın oldu, qardaşlar. Deməli, İbn Qeym Rahimullah səhəm onu nə izah edir? Deməli, əgər hər hansı bir xəstəlik izhar olubdursa, müsibətə düçar olmusansa, deməli, ilk olaraq kəsməlisən qabağını. Günahların hansı günahlar səbəbi ilə gəlir? Sonda bu kitabın da sonunda izhar olur ki, adam eşq xəstəliyinə düşmüşdür. Və Şeyx Abdurrazaq da Həfizəhullah yəni gətirir ki, burada Allah Azə və Cəllənin izi ilə bizim vaxtımızda bu xəstəliklər daha çoxdur. Bizim vaxtımızda bu xəstəliklər nədir? Daha çoxdur. Deməli, qardaşlar, deməli, və biz keçən dərs zikr etdik ki, nədir? Deməli, hər bir dərdin dərmanı var, o dərmanlardan birini zikr etdik ki, Qur'andır. Bax, Qur'an özü dərmandır. Lakin İbn Qeym Rahimullah deyir ki, bu dərmanın özünün bir dərman olaraq qəbul etməsi sənə kifayət deyil. Əgər sən o günahların qabağını kəsməsən. Və dedik ki, Quran nədən olmalıdır? Ayıq qəlblə oxunmalıdır. Mənalarını tədəbbür edərək. Bu cür oxunan Quran şifa olur yəni. Yəni, insan mücərrəd Quranı oxusa, nədir? Baxırsan ki, ona o dərəcədə fayda vermir. Sözsüz ki, əgər yəni, insan xuşu ilə oxuyarsa, bunun təsiri daha çox olur. Və sonra şeyx burada gətirir ki, duanın özü də şifadır. Bax, ikinci şifanı gətirir, qardaş. Dua. Bax, insan malicə almaq istəyir. Problemi var. Günahlar içində batır. Nəylə malicə eləyim? İbn Qeymdən soruşur. Neyniyim mən? Deyir, Quran oxu. Quran oxumağın yolunu dedi. İndi deyir, dua elə. Dua deyir, nədir? Ümumiyyətlə deyir, mömin bilməlidir ki, dua möminə verilən ən güclü bir silahdır. Yəni, dua elə bir şeydir ki, Allah Azə və Cəllə onu quluna, mömin quluna elə belə deyək, bir bəxşiş eləyibdir. Və bu duanın da növlərini gətirir ki, İbn Qeym Rahimullah deyir ki, dua ümumiyyətlə 3 növdür. Və insan dua edir ha. Dua müsibətin qarşısını mütləq olaraq alan dua var. Demək ki, Allah Azə və Cəllənin izləyən, elə bir ki, Allah sana müsibət nazil eləyir. İbn Qeym Rahimullah deyir ki, müminin elədiyi dua qalxır səmaya, gələn neynəyir? Gələn müsibətlə vuruşur, döyüşür, qabağını alır və onu qalib gəlir. Bu cür dua da var. İkincisi, bu da nəyə görə? Hansı duadır bu? Müstəcəb olan duadır. İnsanın qətiyyətlə elədiyi dualardır. Şərtlərə əməl olunan duadır. Hər dua deyil. İkinci duanın deyir, gətirir növün ki, dua zəif olur. Lakin gəlir, yəni müsibət, yəni o qədər neyniyir? Duanı yırtır, keçir və insana nədir? Həmən müsibət toxunur. Lakin yenə də insan duanı zəif olsa da belə, müsibət ona düçar olsa da belə, toxunsa da belə, nədir? Yəni insan yenə də onu xeyrin görür, faydasını görür, hətta zəif dua olsa belə. Üçüncü də nədir?
eyni qəbildə, gücləri eyni olan, yəni dua elə bir səviyyədə ki, müsibətlə eyni gücdədirlər. Və İbn Qeym Rahimullah deyir ki, bu qiyamətə qədər, yəni insan ölənə qədər bu dua həmən müsibətlə orada qırışırlar bir-birinə. Lakin baxın qardaşlar, dua İbn Qeym Rahimullah deyir ki, yəni özlüyündə möminə verilən silahdır. Və ümumiyyətlə İbn Qeym Rahimullah onu nəyə bənzədir? Elə bir silah ki, sanki baxın, birimizə gətiriblər, dünyanın ən güclü silahını veriblər. Ki, qardaş, bax, düşmən gələndə, bax, bu silahı çək, atəş elə. Heç kəs sahə işini elə bilməz. Lakin bu silahı birincisi neyləmək lazımdır? Anlayışlı olmalı bu silahdan. Sənin gücün olmalıdır, elmin olmalıdır o silahı atmaqdan ötəri. Misal üçün, balaca çıqqılı uşağa gətirginən, raketi qoyginən, onu bilməyəndən sonra onun nə faydası var ona? Yəni, necə ki, alim, yəni İbn Qeym Rahimullah gətirir ki, necə ki bir insanın duada qətiyyəti yoxdursa, duanın qəbul olmasına maniyə olan şeylər olduğu zaman onun duasının gücü ölür. Yəni, duanın gücü nə ilə olur? Allah qatında, yəni bir dua deyilir, güclü duası var. O dua insanın, baxın, sağlam qəlbinin bir də ki, maniyələrin olmamasına görə. Bu insanın etdiyi dua güclü duadır. Deməli, hər dəfən bu maniyələr çoxaldıqca, maniyələr nədir? İnsanın haram yeməsi, insanın Allahın sevmədiyi bir şeyləri etməsi və həmçinin də qəlbində şəkki, şübhəsi, Allah Subhanahu qarşı pis zəni və bu kimi şeylər olduqca o dua nədir? Gücünü itirir. Baxın, həmişə dərsdə deyirəm onu, Ömər radiyallahu anhuya Peyğəmbər sallallahu aleyhi və səlləm kimin deyir, axtar sənə rast gəlsə, onun sənin üçün dua etməsini istədinə. Kim idi o? Peyğəmbər sallallahu aleyhi və səlləm kimi deyirdi? Hə? Ya. O sahabə olmadı, çatmadı. O eskaran, bəli. O eskaran. Bəli. Peyğəmbər sallallahu aleyhi və səlləm deməli, gəlir Peyğəmbər sallallahu aleyhi və səlləmi görməyə çatmır da. Çatmır, anasına xidmət etdiyinə görə. Çatmır. Rasulullah sallallahu aleyhi və səlləmin gəlib çatmır, görə bilmir. Yəni, sahabə olmağına, yəni sahabə ola bilmir. Lakin Ömər radiyallahu anhu hər dəfəm Yəməndən toplum gəldikcə soruşur. Sizin içinizdə Uveys adlı kəs var? Deyirlər, yoxdur. Hər dəfəm gələndə soruşur. Bir gün gələndə soruşur, deyir, var, beləsi var. Əlamətlərin deyir. Bu əlamətləri var, hə. Filan əlamətləri var, hə. Filan xəstəliyi olub, sağalıbdır onunla, bəli, var, hə. Çağırır, deyir, mənim üçün dua elə. Deyir ki, ya əmrəl müminin, sən müminlərin və daha doğrusu o vaxt Ömər radiyallahu əmrəl müminin olmur, ancaq böyük sahabələrdən olur. Nə deyir ona? Deyir ki, əslində siz sahabəsiz. Yəni, siz mənim üçün dua eləyin. Yox, deyir, Rasulullah sallallahu aleyhi ve sellem deyirdi ki, o kəsi görsən, rast gəlsən, de ki, sənin üçün qoy dua eləsin. Onun duası Allah qatında müstəcəbdir. Aleykümselam və rəhmətullah. Ona görə də baxın, qardaşlar, yəni bir insanın duasının qəbul olunması, yəni adamın duası Allah qatında rədd olunmur. Subhanallah. Əslində bu qapılar bağlı deyil. Yəni bu qapılar bağlı deyil ki, yəni sahabələr getdi, tabiinlər getdi, məsələ bitdi yəni. Belə bir şey yoxdur. Qapılar bağlı deyil. Sadəcə biz özümüzü o qapıları neyləmişik? Bağlamışıq. Görürsən ki, neçə illərdir adam dua eləyir, duası qəbul deyil. Adam var, dua eləyir, duası qəbuldur. Bəzən görürsən ki, qardaşlar, yəni nəsiyyət eləyəndə görürsən ki, insan məhəl qoymur. Yəni dünya Allahdır.
Baxırsan insanın yaşayışına, dolanışığına haramla qidalanır. Bu təhlükədir, qardaş. Ola bilərsən bu dünyada bir müddət cahlı-calal içində yaşayasan, güzaranın yaxşı ola. Amma Allah qorusun, yəni elə məqamlar gəlir ki, həyatda həmən vaxt dua eləyirsən, duan rədd olunur. Niyə? Baxın, Peyğəmbər sallallahu aleyhi ve sellem bir kişini zikr edir. Deyir ki, bir kişi olur, uzaq səfərdən gəlir. Saçı, başı dağınıq. Bax, səfərin əlamətlərinə baxın. Üstü başı toz torpaq içində, yorğun halda, əllərini qaldırır, dua eləyir. Ya Rab, Ya Rab. Bunlar hamısı duanın icabət olma səbəbləridir. Səfərdə müsafirin duası qəbuldur. İnsanın dua etməndə əlini qaldırması duanın qəbul olunma səbəblərindəndir. Ya Rab, Ya Rab deyərək dua etməsi duanın qəbul olunma səbəblərindəndir. Bunlara baxmayaraq Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, فَمَا يُسْتَجَابُ فَأَنَّا يُسْتَجَابُ لَهُ. Yəni Allah Subhanahu taala ona necə icabət etsin ki, فَتَعَامُهُ haram və məlbəsuhu haram, yeməyi və məşrəbuhu haram, içməyi, paltarı, əksinə bütün bədəni haramla doldurubdur. Buna necə icabət eləsin Allah? Ona görə qardaşlar, bəzən görürsən ki, insan bu şeylərdə səhlənkarlıq eləyir, lakin o ömrünün o elə vaxtları olur ki, xüsusən də insanın ölüm anında duasının icabət olunmasına ehtiyacı olduğu an Allah Azza və Cəllə nədir? Rədd edir onun duası. Səbəb nədir? İnsanın yaşayışı, maniyələri. Və ümumiyyətlə şeyx burada gətirir ki, yəni dua nədir? Möminin silahıdır. Və deyir ki, o silah, yəni ox, məsələn, oxu atırsan, düzdürmü? Nə qədər qolu güclü bir insan atarsa və həmçinin də atıcılığı düzgün bilərsə, silah da o qədər güclü olarsa, silah da güclüdür, dua güclü bir silahdır. Lakin çəkənin də qolu güclü olmalıdır, atılmağı da bacararsa, düz hədəfə deyəsən. Əks halda nədir? Gücsüz atılan ox nə ara gedər? Yaxına düşəcək. Heç hədəfin yanına da getməyəcək. Ona görə də duanın özünün yəni şifa olması üçün nə lazımdır? Yəni duanın edənin qətiyyəti, sonra duanın qabağını kəsən maniyələr aradan qaldırılmalıdır və həmçinin də duanın müstəcəb vaxtlarına və duanın ədəblərinə riayət olunmalıdır. Deməli, qardaşlar, ümumiyyətlə bilmək lazımdır ki, dua elə bir şeydir ki, qardaşlar, vallahi insanın ağlına gəlməyən qapıları üzərinə açar insanı. Yəni, nə qədər həyatda elə misallar var ki, neçə xəstələr olubdur ki, hər kəs ümidini üzdüyü zaman Allah Azza və Cəllə onun duası ilə icabət edir. Dua haqqında nələr var idi olubdur? O şeyxlərdən biri zikr edir. Deyir ki, ola bilər qissənin hansısa bir hissəsində xata eləyərəm. Nəsə xata eləsəm, yadınızdasa düzəldərsiniz. Yəni, şeyx bir yerə səfər eləyir, hansısa bir şəhərə. Və onu orada tanıyırlar ki, bu şeyxdir. Deyirlər ki, bugün bizim müsafirimiz olun, gecə qalın, namazda siz qıldırın. Bu şeyx namazı qıldırır, namazı qıldırana yaxın məscidə girəndə gör bir kişi olur orada, əlini qaldırıb dua edir. Ya Rab, Ya Rab, mənim səndən başqa kimim var ya? Ya Rab, mənə yardım et. Elə deyir, bir də deyir ki, Allahım, mənim səndən başqa kimim var? Deyir, Ya Rab, mənim səndən başqa kimim var? Şeyx görür ki, bu o sualı, sözü təkrarlayır. Mesela namazdan sonra gedir şeyx qalacağı yerə, sübh namazına gələndə görür ki, adam hələ də dua edir. Səhərə qədər adam dua edir. Eyni sözlərlə Rəbbinə yalvarır.
Və sübh namazından sonra soruşur ki, o kişinin halı nə oldu? Nə olub? Nə sıxıntısı var? Onun heç kəsi yoxdur. Yəni yoldaşı var. Onun da xərsəkdir, xəstəliyi yoxsa, hansısa bir xəstəliyə düçar olub. Əməliyyat üçün böyük məbləğdə pul lazımdır. Pul da yoxdur. Adam yəni duada israrlıdır. Və namazdan sonra bir adam gəlir, yaxınlaşır şeyxə ki, şeyx, olar sizə bir sualım var. Deyir, ya. Deyir ki, mənim çoxdan da zəkatımı çıxartmalıyam, gecikdirmişəm. Mən ona görə günah daşıyırammı? Məbləğin də deyir, elə bir məbləğ həmən o xəstənin elə bil ki, lazım olan məbləğ olur da, həmən adamın. Şeyx deyir ki, sənin elə çıxardacağın zəkatını gətir, bax, ver ora. Yəni, yeri oradır, Allahın izinə. Elə həmən vaxtı ilə gecikdirmənin də səbəbi var imiş. Gətir, zəkatını vaxtına çıxart, elə o xəstənin nə deyim, yəni o adamın xəstəsi üçün zəkatını çıxart, ver ona. Və yəni ümumiyyətlə bəli, və ümumiyyətlə qardaşlar, qissələr çoxdur. Yəni bir çox qissələr zikr edə bilərik. Lakin əsas məqsəd nədir? Əsas məqsəd insan bilməlidir ki, Allah Azza və Cəllə ilə qulun arasındakı olan ən böyük hədiyyələrdən biri nədir? Duadır. Və bəzən də görürsən ki, adam var qardaşlar, aylarla dua eləyəmir. Var elə adamlar, o qədərdir ki, müvəffəq olmur. Allah Subhanahu taala ona dua eləməyə müvəffəq eləmir. Yəni, ümumiyyətlə Allah Subhanahu taala ona dua olunmasını sevir. Duanın özündə nə var? Zəlillik var. Ona görə də Allah Azza və Cəllə istəyir, sevir ki, qul ondan istəsin. Ona görə də məşhur qissədə deyir ki, Adəm övladı ondan istəyəndə qəzəblənər, Allah Subhanahu taala isə ondan istəyəndə sevinər. Yəni, ərəb dilində onun ləfsi var, lakin ehtiyac yoxdur onu deməyə. Yəni, insan bilməlidir ki, Allah Subhanahu taala ondan istəyəndə sevinir. Amma qul isə, məxluq isə, vallahi bir dəfəm istəyəndə qəzəblənər. Təkrar istəyərsən, daha çox qəzəblənər. Bir də israrla istəyərsən, vallahi yenə ondan da çox qəzəblənər. Amma aləmlərin Rəbbi isə təkrar istədikcə Allah Azza və Cəllə sevir. Qulunun ona yalvarmağını sevir. Hər dəfəm istədikcə Allahdan Allah Subhanahu taala səni sevir. Qulunun istəməsini sevir. Ona görə duada israrlı olmaq duanın hasil olmasına nədir? Səbəbdir, qardaşlar. Allah Subhanahu taaladan istəmək, yəni aləmlərin Rəbbinin, qardaşlar, bizə bəxş etdiyi ən gözəl hədiyyədir. Ən gözəl hədiyyədir. Baxın, sənə bir hansısa bir ölkənin başçısı gələr deyər ki, məndən nə istəyirsən istə. İstədiyin vaxt aç qapımı gir. İstədiyin vaxt bütün qapılarım sənin üçün açıqdır. Hava qurayın istəyir, gəl yenə. İnsan özü necə hiss edir? Dünyanın ən zəngin insan. Mən padşahın qapısını istədiyim vaxt girəm. Aləmlərin Rəbbi, qardaşlar, padşahları padşah edən Rəbb sənin üçün qapıları açıq qoyubdur, qardaşlar. Deyir ki, mənə dua edin. Dua edənin dua etdiyi an onun duasını qəbul edərəm. Mən o qissəni hər yerdə danışmışam. Bir qardaşın qissəsidir. Həqiqətən təsirli qissədir. Ona görə onu bir də danışacağım. Onsuz da 14 əsrdə eyni şey danışırıq da. Yəni yeni şey olsa bidət olar. Ona görə baxın, bir qardaş öz övladına uşaq vaxtından tövhidi öyrədir. Və hər dəfəm gəlib ondan uşaq nəsə istəyəndə, balaca uşaq olanda, deyir ki, Allahdan istəmisənmi? Deyir, yox. Deyir, Allahdan istə. Ata kimdir ki? Ged Allahdan istə, Allaha dua elə. Deyirəm, ya Rab, mənə filan şey ver. Ya Rab, mənə bunu istəyirəm.
Allah Subhanahu taala eşidir axı səni. Allah sənə verəcək. Və bu illər boyu bu təlimlə övladını öyrədir. Ola bilər o övlad sonradan nankor ola bilər. Dəxli yoxdur onun. Lakin atanın tərbiyəsindən söhbət gedir və burada Allahın eşitməsindən söhbət gedir. Adam övladını illər boyu bu tərbiyə ilə böyüdür. Və günlərin bir günü adam deyir ki, getmişəm dükana, meyvə satılan yerə. Meyvə alıram, uşaq da böyrümdədir. Artıq biraz böyüyübdür, yəni deyir, yəni olar 5 yaş, 6 yaş olar. 6 yaş olar. Deyir ki, dedim ürəyin nəsə istəyir. Dedi ki, ya heç nə istəmirəm ata. Dedim ki, tələsirəm, vaxtım azdır. Ürəyin istədiyim bir şey varsa, denən alım. Dedi, heç nə istəmirəm atacan. Deyir, aldım hər şeyi. Gördüm ki, də heç nə istəmir. Dedim, gördüm ki, tərəzinin yanında almalar var. Ondan da deyir, götürdüm, test çəkdim, gəldim, oturdum. Maşına oturanda uşaq mənə dedi ki, atacan, mənim ürəyim o almadan istəyirdi. Mən səndən istəmədim. Rəbbimdən istədim, deyir, sən onu mənim üçün aldın. Yəni, baxın, qardaşlar, Allah Azza və Cəllə o övladın qəlbi Allah qatında nə boyda ola bilər, yəni. Aləmlərin Rəbbi 7 qat səma arxasından, uca olan ərşin üzərindən, balaca bir qulunun istəyini dərhal verən bir Rəbbin, yəni qul nətər ondan aciz qalıb məxluqatlara üst tuta bilər. Yəni məxluqu, qardaşlar, qəlbdən çıxartmaq lazımdır. Vallahi deyirəm, qardaşlar, əgər Allah Subhanahu taala sənə nəyisə nəsib etmək istəyirsə, and olsun aləmlərin Rəbbinə, o şey fasiqin, səni sevməyən kafirin əlində olsa belə, qapını döyüb gətirib verəcək sənə. Çünki onu aləmlərin Rəbbi ona əmr edir, onun olmağını Allah istəyir. Lakin bizim qəlbimizin zəifliyindəndir ki, biz məxluqu qəlbimizdə şişirtmişik, xaliqi isə qəlbimizdə kiçiltmişik. Ona görə, qardaşlar, bu şeylərin hamısının başlıca səbəbləri hara qayıdır? Qəlbimizin zəifliyinə, qardaşlar. Qəlb zəifdir. Ona görə aləmlərin Rəbbini tanıdıqca insanın yəqinliyi artır. Və bu kimi qissələr, qardaşlar, ümumiyyətcə çoxdur. Yəni, misal üçün, hərənin həyatında o qədər şeylər var ki, qardaş var, valla zikr edir, deyir ki, haramda oturmuşam, kasıb qardaşdır. Oturmuşam haramda, orada da imkanlı qardaşlar var, Azərbaycandan da var, başqa dövlətlərdən də var. Və indi gedənlər görüb da, orada da bu axır 10 gündə, yəni etiqaf olan vaxtlarında kimin çayı varsa ən hörmətli adam olur. Yəni, çay məsələsi çətin məsələdir. Orada içəri daşımaq, getmək, belə şeylər. Deyir, orada da zəngin qardaşlar var. Hansılar ki, deyir, yəni onların özünün yanına xidmətçiləri zadı gəlir, gedir. Çayı, zadı, hər şeyi. Deyir, belə baxdım, deyir, sağa, sola, ürəyim çay istəyirdi. Deyir, yəni Azərbaycan uşaqları idi. Deyir, durub gedib desəydim ki, mənə çay verginəm, sevə-sevə verərdilər. Nə olsun ki, zənginlər, hamısı qardaşlar, ora gedən qardaşlar, Allah həmd olsun, yəni gözəl-gözəl, yəni gözəl əxlaqlı, gözəl ədəbli qardaşlarla söhbət ondan getmir. Adam deyir ki, gedib desəydim, deyir, mənə onu verərdilər. Sevə-sevə verərdilər. Lakin deyir, oturdum, dedim, subhanallah, haramdayam, Allahın evindəyəm, Allahdan başqasından necə istəyim çay? Deyir, elə gözümü yundum, dedim, ya Rab, səndən gözəl bir ikram istəyirəm, mənə ürəyim çay istəyir, ya Rab, mənə çay ver. Deyir, Allah Subhanahu şahidimdir ki, deyir, başımı salıb aşağı Quran oxuyurdum. Başımı qaldırdım ki, subhanallah, həmən o zəngin adam var, qardaş, imkanlı adam var, hansı ki, vallahi onu bəlkə də Azərbaycanda yanına getmək üçün cəmaat şey axtarır. Hansısa bir səbəb axtarır ki, getsin o qardaşa, nətər gedim onun yanına. Vallahi deyir, gördüm, düz qabağımda durdu. Mənə dedi ki, əxizan, sənin üçün çay gətirim, nə ikram eləyim sənin üçün? Niyə bizdən gəlib çay içmirsən? Dur, otur, sənin üçün çay gətirəcəm. Deyir, vallahi utandım qardaşdan ki, subhanallah, qardaş mənə təzdən bir də qayıdıb çay gətirməsin deyənə. Deyir, getdim qardaşdan, deyir, özüm ki, yəni Allah səndən razı olsun, ikram eləyirsənsə,
sən gətirmə, ayıb olar, mən gətirərəm. Yəni, qardaşlar, Allah Subhanahu vallahi, yəni, əkramul əkramindir. Yəni, insanın xəstəliyinin, dərdin varsa, ilk ərz olunan yer duadır, qardaşlar. Sadəcə olaraq biz nə qayırıq, qardaşlar? Bizim qəlbimizin zəifliyindəndir ki, bütün səbəblərdən yapışırıq, əl hər yerdən üzüləndən sonra nəyiniysən? Deyir, gedim Allahdan istəyir. Lakin insan bilməlidir ki, Allah Azza və Cəllənin qapılar içərisində ilk döyülən qapı Allahın qapısı olmalıdır. İnsan bunda nə qədər yəqin olarsa, o qədər də nədir? Yəni, duasının gücü o qədər çox olur. Və həmçində, qardaşlar, ümumiyyətlə, insan bilməlidir ki, bu kitab ki var, Allah Azza və Cəllənin izni ilə yəni, elə bir həqiqətən də elə bir kitabdır ki, Allah Azza və Cəllə bu kitablar, bu dərslər vasitəsilə, yəni dərd və dəva kitabı haqqında, çox qəlbləri fəth olunur. Çox insanlar dərdinin dərmanı tapır. Çox insanlar, yəni Allah Azza və Cəllə tövbə edib qayıdır. Önce çalışmaq lazımdır, dərsləri paylaşmaq lazımdır, yəni kəsmək lazımdır, o hissəsini köçürmək lazımdır. Ya beləmi, ya paylaşım mı, neysə, yəni paylaşmaq lazımdır ki, insanlara bu şeylər çatsın. Ona görə də, qardaşlar, insan bu şeylərdə zəiflik göstərməməlidir. Yəni, çalışmalıyıq ki, Allah Subhanahu izni ilə nə olsun? Yəni, ətrafımıza faydalarımız daha çox dəysin. Və ondan sonra gətirir ki, və insan bilməlidir ki, ümumiyyətlə dua. Necə ki, burada Şeyx İbn Qeym Rahimullah gətirir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin hədisini gətirir ki, yəni insanın nə qədər tədbirli olması olursa olsun, bilsin ki, yəni o Allahın qədərindən heç bir şeylə ona fayda da verməz. Lakin dua deyir insana nazil olmamışdan qabaq da fayda verir. Yəni Allah Azza və Cəllənin qatından bir şey sənə yəni nazil etməmişdən qabaq da Allah Subhanahu o sənin duanın ona da faydası var. Nazil olandan sonra onu aradan qaldırmağın da daha da onun aradan qalxmasına da səbəb ola bilir. Və yəni hədisdə necə gedir? Və duau yenfa'u mimma nazala və mimma la yanzil. Yəni Allah qatından nazil olana və hələ də nazil olmayana da qarşı fayda verə bilir. Yəni ola bilər ki, bir insan misal üçün insan davamiyyətli şəkildə Allah Azza və Cəlləyə dua edir. Ya Rab, heç xəstəlik yoxdur. Ya Rab, sənə sığınıram dəlilikdən, insultdan, xərçəkdən, Ya Rab, dilimin tutulmasından, Ya Rab, qulağımın kar olmasından, ağlımın getməsindən, Ya Rab, səndən başqasına möhtac olmaqdan, Allahım sənə sığınıram, Ya Rab, mənə yalvarıram, yardım et. Bu kimi duaları davamiyyətli şəkildə edir. Bu dua olsun ki, ona gələn xəstəliyin qabağını nədir? Almağına səbəbdir. Və bəzən də olur ki, insana xəstəlik hasil olur. Neynir? İnsan onunla özünü xəstəliyin aradan qalxmasına səbəb olur. Məsələn üçün insan var, adama dua edir daim. Ya Rab, sehirbazların sehrindən, şərlərin şərindən, gözdəymədən, cadudan sənə sığınıram. Heç nə yoxdur ortada. Amma sığınır, daim sığınır, Allahdan istəyir. Ona kimsə nəsə eləmək istəsələr belə Allah Subhanahu izin vermir. Dua neyir? Dəf edir onu. Və yaxud da insana nəsə hasil olubdur. Üz verib, yenə də onun aradan qalxması nə ilə olur? Dua ilə olur. Öncə dua elə-belə bir silah deyil, qardaşlar. Bəzən duadan danışılar, bir bax, birlikdə qardaş, başqa bir mövzu var. Bilirik, biz çox şey bilirik. Yəni, insanın başına gələn müsibətlər iki şeyə görə olur da. Ya bilirsən, əməl eləmirsən, ya da bilmədən əməl eləyirsən.
İkisi bir yerdə cəm olsa düzgün olar. Hansısa bir yerdə fəsadımız var. Ona görə də nə etmək lazımdır? Yəni bilmək lazımdır ki, dua Allah tərəfindən bizə verilən ən böyük nədir? Silahdır. Düzdür, bu hədisin isnadını gətirirlər ki, deyir ki, isnadı zəifdir. Lakin hədisin şəvahidləri var. Şəvahid nə deməkdir? Yəni Qurandan və sünnədən onu dəstəkləyən, bunun mənasını dəstəkləyən nələr var? Ayə və hədislər var. Yəni ona görə də insan bilməlidir ki, Allah Subhanahu taala məsəl üçün ayədə gətirir ki, məsəl üçün İsra surəsində "Qul ud'ullezine za'amtum min dunihi" Allahdan başqa iddia etdiklərinizi çağırın. "Fələ yemlikune keşfed-durri" yəni onlar sizə üz verən zərəri aradan qaldırmağa "Ankum və la tahwila" və nə də onun qarşısını almağa qadir deyirlər. Deməli, baxın Allah Subhanahu taala nə deyir? Allahdan başqasına ibadət etdiklərinizi, iddia etdiklərinizi çağırın, dua edin. Yəni onlar sizə üz verən zərəri nə onu aradan qaldıra bilirlər, nə də ki üz verməmişdən qabaq onun qarşısını kəsə bilirlər. Burada nə var? Deməli, dua gəlməmişdən qabaq müsibətin qabağını ala da bilir və həmçində gələndən sonra da dua onu Allahın izni ilə aradan dəf edə bilir, qaldıra bilir. Və ümumiyyətlə insan bilməlidir ki, dua Allah Resulü sallallahu aleyhi ve sellem nə deyir? Deyir nədir? Dua qədəri neynir? Dəyişir. Amma hansı qədər dəyişir? Lövh-i məhfuzda olanı? Yox, lövh-i məhfuzda olan dua qədər, dəyişilən qədər deyil. Yəni baxın, Allah Azze və Cəllə mələklərin əlinə verdiyi ki, dəftərlər var, yəni onlar ki yazırlar, orada qədərlərdə Allah Azze və Cəllə qədəri elə yazıbdır ki, lövh-i məhfuzda olan qədər qəti qədərdir. Yəni insanın orada duasının qədərini qarşılamağı varsa, deməli orada Allah ona duanı müvəffəq edir ki, o dua eləyir, dua da burada onun qədərini eləyir. Onun hamısı lövh-i məhfuzda var. Lakin Allah Subhanahu taala mualləq olan qədərlər buraxır yəni insana. Bax, mualləq nə deyir? Asılı olan qədərlər var. Mələklərə, dəftərlərinə yazılır ki, dua etsə o müsibət ona gəlməsin, dua etməsə qoy hasıl olsun. Aydın oldu? Yəni baxın, misal üçün insan hər hansı bir şeylə, yəni ona görə duada israrlı olmaq lazım. Allah Subhanahu taala mualləq qoyur. Əgər bu məqam çatıb, bunun sənə üz vermə vaxtıdır. Allah Subhanahu taala qədərini göndərir, amma mualləq qoyubdur. Olsa, dua eləsə, dəf edin ondan o müsibəti. Dua etməsə, neyinin? Toxunsun, isabət olunsun. Düşünün, insanın davamiyyətli şəkildə dua etməsi o mualləq qədəri neyinir? Dəyişə bilir. Amma lövh-i məhfuzda olan yəni qədər dəyişilmir. Və inşallah burada kifayətlənə Allahın izni ilə dərs 45 dəqiqə gedir. Allah Azze və Cəllədən istəyək ki, bizim üçün eşitdiklərimizi faydalı etsin. Allah Azze və Cəllədən istəyək ki, bizi əfv etsin, günahlarımızı bağışlasın. Allah Azze və Cəllədən istəyək ki, övladlarımızı, yaxınlarımızı, sevdiklərimizi islah etsin, xəstələrinə şifa versin, dərdlərinin dərdini aradan qalsın. Allah Azze və Cəllə bizi daim xeyir əhlindən etsin və xeyir əhli ilə bir yerdə olmağı nəsib eləsin. Və doğrusunu Allah bilir. Subhanakallahumma rabbena və bihamdik. Şədən la ilahə illə estağfirullah və etûbü ileyh.